Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Xalq artisti Ağadadaş Ağayev təpədən dırnağa verilişində qonaq olub axşam. Az xəbər verir ki, sənətçi fiziki məhdudiyyətli insanların bəzi səbəblərdən evdən çıxarılmamasını pisləyib. Bir dəfə Almaniyada küçədə dolaşanda əlil arabasında olan insanların nə qədər çox olduğunu gördüm. Onlar üçün xüsusi yollar da ayrılıb. Şükür etdim ki, Azərbaycanda belə insanlar azdır. Bakıya gəldim, qızım Leylanın əməliyyatları üçün zənglər edirdim. Onlarla danışırdım ki, Almaniyada fiziki imkanları məhdud insanlar çoxdur. Sonradan anladım ki, bizdə oradan daha çox imiş. Amma mentalitetimizdə qəbul olunmayan valideyn yanaşmaları o dərəcəyə gəlib çatıb ki, biz o uşaqları evdə dustaq edib divarlara məhkum etmişik. Amma deməmişik ki, onlar da bizim cəmiyyətimizin bir parçasıdırlar. Onları cəmiyyətə qazandırmaq lazımdır.